Bir dəfə Peyğəmbər sallallahu aleyhi və səlləm qəbrin üzərində ölmüş uşağı üçün ağlayan qadının, ananın yanından keçir və ona deyir ki, İttəqilləhə vasbiri, Allahdan qorx, təqvalı ol və səbir et. Və o qadın Peyğəmbər sallallahu aleyhi və səlləmi tanımır və deyir ki, İleykə anni və ləm tusab bi musibətiyə, məndən uzaq ol, mənim başıma gələn sənin başına gəlməyib. Və sonradan deyirlər ki, o Peyğəmbər sallallahu aleyhi və səlləm idi. Ondan sonra gedir qapısına, yəni üzrxahlıq istəmək üçün, diləmək üçün və onda Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, İnnəmə sabru ində sadmətil ulə. Yəni, əsl səbir müsibətin ilk anında olandır. O müsibət gələn vaxtı, baş verən vaxtı olan səbirdir. Yəni, sonraki səbir bir neçə gün keçəndən sonra insanın etdiyi səbir sayılmır. Ona görə alimlər deyərdi ki, axmağın 3 gündən sonra etdiyini ağıllı insan müsibətin ilk anında etməlidir. Yəni, axmaq da, dəli də 3 gündən sonra sakitləşir. Amma ağıllı insan isə müsibətin ilk anında etməlidir. Deməli, yəni bunları insanın bilməsi mənəvi təsəlli tapmasına səbəbdir. Əgər bunları bilərsə, yəni baş verən hadisələr boşa getmir və həm günahlar bağışlanır, günahlara kəffarədir və eyni zamanda dərəcələrinin də qalxmasına səbəb olur və həmçinin başqa müsibətlərin də qarşısını alır, başqa müsibətlərin də qarşısını almasına səbəbdir. Yəni, müəyyən hadisələr var, onu tez-tez xatırladırıq, həqiqətən faydalı olduğu üçün. Yəni, o nə bilirsəndir ki, ola bilsin o baş verən hadisələr daha böyük müsibətlərin qarşısının alınmasına səbəbdir. Küfənin valisi Ubeydullah ibn Ziyadın sərkərdələrindən biri yuxarıdan, yəni səthdən düşərək ayaqlarının ikisində sınır, qırılır və bunu ziyarət edir böyük tabinlərdən, alimlərdən biri Əbu Qiləbə rahimehullah və gələrək ona təsəlli verir və deyir ki, burada da xeyirlər var. Və o da deyir ki, rahiməkallah, Allah sənə rəhm eləsin, deyir, ayaqlarımın ikisinin də sınmasında hansı xeyir ola bilər? Və o da deyir ki, sənin bilmədiyin şeylər var. Və 3 gündən sonra vali tərəfindən məktub gəlir, elçi məktubla gəlir ki, döyüşə çıxmalısan. Kimə qarşı? Peyğəmbər sallallahu aleyhi və səlləmin nəvəsi Hüseyin radiyallahu anhuya qarşı döyüşdə iştirak eləməlisən. Və onun halını görəndən sonra onu üzürlü hesab edirlər. Və 7 gündən sonra isə Hüseyin radiyallahu anhunun şəhid düşmə xəbəri gəlib çatır. Və onu eşidəndə həqiqətən deyir ki, ayaqlarının ikisinin də qırılması onu Peyğəmbər sallallahu aleyhi və səlləmin nəvəsinə qarşı döyüşdə iştirak etməkdən qorunmasına səbəb oldu. Belə baxan müsibət idi, amma daha böyük müsibətin qarşısı alındı.